və Əlinin dostluğunu, düşmənçiliyini mütləq bu günə gətirmək lazımdır. Bəziləri qəribə məntiqən yaşayırlar, tarixdə ilişib qalıblar. Bu günə gələndə Əlinin düşmənləri ilə dost, dostları ilə düşməndirlər. Və bunlar bədbəxt insanlar. Bunlar başa düşmür ki, proses davam eləyir. Bugün kimin yanında yer alıblar, kimə qarşıdırlar, onu başa düşmürlər. Əli əleyhissalama saf sevgi onda bəlli olur ki, bugünkü gündə Əlinin dostu kim, düşməni kim onu tanıyasan. Bu gün də Əlinin adı ilə dava davam eləyir. Görürsünüz də müasir dövrdə hansı hadisələr baş verir. Əsasən baxırsan görürsən ki, Əli əleyhissalamın eşqinin başındadır. Çünki bu mehvərdir, aparıcı məsələdir. Bu dava bu gün də davam eləyir. Onların adı ilə, qəbirləri ilə, məzarları ilə, onların məktəbi ilə, düşüncəsi ilə. Bu eşqdə səmimi olmağın bir meyarı var. Sadə uzağa getmək lazımdır. Bu günə gətir. Əlinin dostu kimdir, düşməni kimdir? Onu tanımayan adam nə qədər keçmişdən danışsa, boş, saxtakar, boşboğaz adamdır. Onun hilələrinə aldanmayın siz. Onların bu gününə baxın. Bugünkü mövqelərinə baxın. Bunlar bugün hardadılar ona baxın. Bugünün fəzilətli adamını sevə bilmir. Niyə? Çünki onu həzm eləyə bilmir. İndi bu eybəcərliyi necə gizlətsin? Qayıdır tarixə, tarixdəkiləri tərifləməklə bunu kompensasiya eləməyə çalışır. Həmin o yolun bugünün davamçılarına qarşı kim var ürəyində? Bax, bu İmam Zaman qarşısında dayanacaq zehniyyət bu.